Mən Hüseynova Xuraman, 76 nömrəli məktəbdə ibtidai sinif müəlliməsi işləyirəm və bu qürurlu gündə uşaqları, şəhidlərimizi ziyarət etməyə, gətirməyə özümə bir borc bildim və xalqımızı Zəfər Bayramı münasibətilə ürəkdən təbrik eləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı arzulayıram. Ali Baş Komandanımız olmaqla bütün xalqımızı təbrik eləyirəm. Qalxdı bayraq ucaldı, Qarabağım azadlı, əsgərlərim qəhrəman, qorudular vətəni can. Vətənin yolu açırdı, bağrımız qoru açırdı, dünyaya zəfər saçırdı. Sən qalibsən Azərbaycan. Zaman səni atıb getdi uşaqlığın ortasına. Sən gözlədin, o gəlmədi. Nə toyuna, nə yasına. Buna gəlmək demək olmaz. Hamı gəldi, hamı getdi. Bircə anan sənin üçün ömrünün hər anı getdi. İllərlə səbr edib dözdü bu xalqım. Bilirdi bu həsrət bir gün bitəcək. Qarabağ düşməndən azad edildi. Azərbaycan zəfər günün mübarək. Bilsin şəhidlər, bilsin qazilər, tökülən o qanlar olmadı hədər. 44 gündə gəldi bu böyük zəfər. Azərbaycan zəfər günün mübarək. Tarix yazdı igidlər, hamısı əzizimizdir. 44 günlük müharibə şanlı tariximizdir. Bizə zəfər yaratdı igid oğullarımız. Hər birini anırıq, minnətdarıq hamımız. Bir zəfər bayrağı sancdı zirvəyə, mənim igidlərim, mənim ərlərim. Çöktü qarşısında əl uzunlar, hələ qarşıdadır az zəfərlərim.